Güzel kənd severler. Bu günləri mən nar bağındayım. Öz nar bağımda. İndi mən sizdən bir söz soruşmaq istərdim. Yəni bilənlər varsa xahiş edirəm. Yəni hər kəssə belədir ya yox. Yəni bu yılları gördüyünüz kimi narda nəsə belə qeyri-adi bir xəstəlik var. Bax, indi bilənlər varsa bunun problemi nədir, xəstəliyi nədirsə xahiş edirəm bu barədə yazar. Bura yəni mənim öz bağımda hal-hazırda. Bu belə görüydü. Çox gözəl, yəni çox gözəl, qəşəng də çiçək açmışdı. Qəşəng bağ idi. Yəni indi baxıram ki, bunun məhsulu yoxdur. Məhsuldarlıq yəni yoxdur da. Keyfiyyət çox aşağıdır. Demək olar ki, həddindən artıq. Əgər bunu bilən varsa, nə olan şeydir bu, nə xəstəlikdir bu. Yəni çox adam da belədir ya yox bilmirəm. Mənim bağım yəni çox pis vəziyyətdədir. Yəni nar demək olar ki, çiçək vaxtı çox gözəl, qəşəng çiçək açmışdı. İndi baxıram ki, yəni məhsuldarlıq yəni çox zəifdir, yoxa bərabərdir. Nəsə qeyri-adi bir şeydir, gördüyünüz kimi. Belə interesli məhsuldur. Bunun dərdini bilən varsa, bunun xəstəliyi nədirsə, xahiş edirəm bunu kommentarda bölümdə yazarsınız. Bir də sizdən xahiş edirəm, YouTube kanalıma da dəstək olardınız, bəyənərdiniz, abunə olardınız. Dəstəyinizə də çox ehtiyacım var. Kanalımın səviyyəsi aşağıdır, spam olmuşdu. Gördüğünüz kimi bax, yoxdur. Bax, məhsuldarlıq bu yılları çox zəifdir. Bunlar bağı demək olar ki, hədsiz dərəcədə zəifdir. Gördüğünüz kimi çiçəyin sayı hesabı yoxdur. Amma gəlginən, amma bu boyda ağacda cəmi birinə belə gözlə görüləsi bir şey var da. Yəni buradakı göz nə gündədir, çil çopur olub hamısı. Təsəvvür edirsiniz ki, bax, bu boyda ağaclarda gözlə görüləsi bir nar yoxdur da. Bax, bunların xəstəliyi nədirsə, yəni mən elə başa düşürəm ki, bundan sonra hansısa bir dərmandan istifadə etmək gecə olar. Hansısa dərmandan istifadə etmək gec olar məncə. Vaxtımda başa düşmədim. Məsələn, bu boyda ağacda bir dənə gördüyünüz kimi bir dənə nar var, bax. O da pis vəziyyətdədir. Yəni bu bağ çox zəifdir. Bu nə ilə bağlı olar? Ağaclarda hansısa bir xəstəliyi var. Ola bilsin ki, bilənlər şərh bölümünə yazar. Hansı dərmandan istifadə edirsiniz? Sizdə də belədir ya yox? Bir də sizdən xahiş edirəm, kanalıma dəstək olun, bəyənib paylaşın dost tanışla. Gördüyünüz kimi bax, yoxdur. Çiçək formasında da qalıb da, yəni məhsul deyir da bu, yəni yoxdur. Bu boyda ağacda gördüyünüz kimi, bu ağacda bax bir şey yoxdur. Bir dənə balaca bir şey var. Xəstəliyin nədirsə, bu ilki məhsullarımızı heç elədi. Çox bağlarda olmuram deyə bilmirəm dəqiq. Hər kəsin bağı belədir ya yox. Ola bilsin ki, mən deyirəm, hansısa dərmandan vaxtında alıb istifadə eləsəydik, belə olmazdı. Gördüyünüz kimi yox, bu yıllar nar yoxdur, məhsuldarlıq çox aşağıdır. Dedikcə aşağıdır. Yəni buradan ən azı biz nəsə nüvarlıq tapıb geçsək böyük bir şeydir.
Gördünüz yok. Yani ağaclardaki burada mesela var. O yüzdeki ağaclarda hardasa 4 illik, 5 illik o yüzdeki ağaclardır. Burada 2 illikdir. 3 illik yad olar belə. Yani eyni şeydir. Gördüğünüz kimi eyni şeydir. Bütün ağacların hamısı elədir. Hər ağacda əvvəl-axır bir dənə, 2 dənə nar var, yoxdur. Gördüğünüz kimi yox. Yaxşı çiçəkləmişdi. Qəşəng məhsul var idi. Amma məhsuldarlıq sonradan düşdü aşağı səviyyə. Yağıntılar bu il çox olduğu üçün mən belə başa düşürəm ki, yağıntı çox ziyanlıq elədi. Yağıntı çox ziyanlıq elədi, mən belə başa düşürəm. Bağa çox pis təsir elədi. Yəni mən dərmandan arada istifadə edirəm, dərmandan çox istifadə edən deyirəm. Yəni dərmansızım, yəni bağımda bu yəni məhsul olurdu. Amma iminli, yəni belə bir şey görməmişdim. Mən bu ildən görmüşəm. İminli bu ildən belə bir şey mən bu il görmüşəm. Çünki belə bir şey mən görməmişdim həqiqətən. Yəni bu illəri çox pis vəziyyətdə oldu. Əgər bu problem nəydəndirsə, hansısa bir xəstəlikdirsə, bu ilki gecdici, gələn ildən bu şeyə biz hazır olaq ki, bu hansı dərmandan istifadə edirsiniz, sizdə də belədir ya yox, bunu zəhmət olmasa şərhlər bölümünə yazarsınız. Dəstəyinizə görə də hər birinizə təşəkkür edirəm. Bir-birimizə yardımcı olağın, bağımızı, bostanımızı, heç olmasa bildiyimiz hər nə varsa bir-birimizlə paylaşağın. Bu xəstəlik nəticə gələn illəri belə bir şey olmasın. Çünki yəni ən azı bu dediyim bu ağac 5 illik, bəlkə də 6 illik ağacdır. Amma heç nə yoxdur, gördüyünüz kimi. Ən azından bir-birimizlə paylaşım edib tam olaraq biz bilərik də bu nəydəndir. Bu il çox güman ki gecdir. Bu il heç zət edə bilmirik. Amma ən azı gələn ildən bu şeyə hazır olarıq. Gördüyünüz kimi yox. Kalan çiçək açmışdı. Amma bax gördüyünüz kimi. Bunları yolub tökürəm də mən yerə, yəni ağaca artıq naqruska düşür. Yəni bir-iki dənə məhsul varsa da heç olmasa qoy salamat qalsın. Bax gördüyünüz kimi çox pis vəziyyətdədir. Yoxdur nar. Çox. Bunlar əgər sizdə də varsa belə bir şey, bunu qırın tökün yerə. Qırın tökün qalmasın. Bunların hamısı qırın tökün yerə qalmasın. Məhsuldarlıq çox zəif. Buna bax hələ. Gör necədir. Yox. Sizdə də əgər belə bir şey varsa bağınızda, bunları qırın tökün yerə, heç olmasa biraz ağacda inkişaf etsin. Bir-iki qalan məhsulunu da yetişdirsin. Çünki gördüyünüz kimi yoxdur. Və nəydən olar? Bu il oldu. Yəni belə bir şey heç vaxt olmayıb. Belə şey mən rast gəlməmişəm. Bu illəri oldu bu. Bu bağdakı bu problem. Bilən varsa yenə də desin bu nəydən olar bu. Bunu yəni suarmasının vaxtında edirəm. Məsələn, budama işlərin hamısını səliqə ilə budamışam. Suarması da vaxtında olur. Yəni budama da yəni vaxtında, qaydasında məsləhətli insanlardan məsləhətləşib soruşmuşuq. Yoxdur. Çox gördüyünüz kimi pis vəziyyətdir bunlar. Bu yerləri
İndi bilmirəm hər kəssə belədir ya yox. Bu illəri məhsuldarlıq çox aşağıdır. Hər birinizdən xahiş edirəm videonu paylaşıb hər kəslə bölüşək. Bu nədir, nəydən ola bilər bu xəstəlik? Bu məhsulları ayıf edib gələn ildən buna biz tədbir görək, qarşısını alaq, belə olmasın. Videonu da izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Minnətdarlığımı bildirirəm. Dəstəyinizə görə də çox sağ olun. Bugünkü mövzumuz nar bağında narların bu vəziyyətə düşməsi ilə bağlı idi. Yeni videoda görüşənədək.